Salam hörmətli izləyicilər. Bildiyiniz kimi dünyada elə yerlər, elə məkanlar var ki, orada çox sirli hadisələr baş verir və insanlar bunu açmaqda, bunu yozmaqda çox çətinlik çəkirlər. Hətta elm bunların qarşısında aciz qalır. Belə yerlərdən biri Yaponiyada yerləşən intihar meşəsi adlanan bir ərazidir. Yaponiyada Fuji dağının yaxınlığında yerləşən bir deməli meşədir. Burada deməli gedən insanlar yoxa çıxırlar, özlərini intihar eləyirlər və bu da insanları çox çətin bir duruma salır. Göstərilən statistika odur ki, 1950-ci ildən bu yana qədər deməli bu meşəyə 150-dən çox insan getmiş. Onlar deməli müəmmalı şəkildə yoxa çıxmışlar. Dövlət deməli orqanların apardığı araşdırmalardan bəri deməli 1950-ci ildən bu vaxta qədər həmin meşəyə deməli 150 adam getmiş. Onların hamısı demək olar ki, yoxa çıxmışlar. Bu sayda insanların isə 36'sının meyidi tapılmışdır. Belə sirli yerlərdən biri də bildiyiniz kimi Bermud Üsübzağı adlanan bir ərazidir. Bu da Atlantik okeanında yerləşən bir ərazidir. Üsübzaq şəklində olan su ərazisidir. Belə ki, onun deməli sahəsi 1,2 milyon kvadrat kilometrə bərabər bir ərazidir. Bildiyiniz kimi çoxdandır ki, bu mətbuatda da belə bir məlumat verilmişdir. Bermud Üsübzağında təyyarələrin, qayıqların, gəmilərin bu və ya digər şəkildə yoxa çıxması haqqında məlumatlar verilmişdir. Burada belə düşünməyə əsas verir ki, deməli fizikanın biz qəbul etmədiyimiz qanunlarının burada etibarlı olduğunu görürük və yaxud da ki, fizika qanunları burada işləmir. Lakin bu və ya digər dərəcədə burada yoxa çıxan gəmilərin, qayıqların, təyyarələrin deməli bilinməsi haqqında bir inanc belə olsa da ki, bunlar yoxa çıxıblar. Bu dəqiq məlumatdır. Ancaq Amerika Birləşmiş Ştatları və digər dövlətlərin statistikalarında belə yəni gəmilərin, təyyarələrin və qayıqların yoxa çıxmasının deməli digər ərazilərdə də olması deyildiyinə görə sübuta yetirilmişdir. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.